Bəzən mədəyə gedən yol qarnı doyurmaq üçün olmurmuş. Bakıda 55 yaşlı bir şəxs 9 metal qaşıq udaraq xəstəxanaya yerləşdirilib. Bir neçə tibb müəssisəsi onu qəbul etməsə də Bakı Sağlamlıq Mərkəzində əməliyyat uğurla icra olunub. Xəstədəki yad cisimlər endoskopik üsulla aradan qaldırıldı. Əməliyyatımız 4-5 saat çəkdi. Xəstəmizin bu yad cisim udma hekayəsi öncələrində də xəstədə 2 dəfə yad cisim, metal cisimlər udduğunu dedi. Məlum olub ki, xəstə 9 çay qaşığını qıraraq hissələri bir-bir udub. Xəstəxanaya gətiriləndə onda hər hansı bir simptom olmayıb və yad cisim udduğunu həkimlərə özü deyib. Onun psixoloji problemlərinin olduğu deyilir. Xəstə psixiatriya dispanserində müalicə alan, yataraq müalicə alan bir xəstədir. Xəstənin yanında dispanserin işçiləri ilə birlikdə gətirilmişdi. Hər hansı bir mədədə laserasiya dediyimiz kəsilmə və hər hansı bir perforasiya dediyimiz deşilmə olmadı. İşləm sonrası kontrol sırasında qanama və hər hansı bir yaralanma olmadığını gördük və xəstəni işləm sonrası reanimasiyaya aldıq. Bildirildi ki, xəstə alkoqol asıllığından əziyyət çəkir və uzun müddətdir bu səbəbdən müalicə alır. Elmira Seyfəddin qızı, Səfər Nəzirov, İTV Xəbər.